Semestr imtahanıma birlikte hazırlaşırıq. Bu 3-cü semestr imtahanımdır. Bilin bakalım kim A almalıdır? Mən. Benzimi Allah A kovalamaktan yoruldum. 15 PDF'im var və bir günüm var. Niyə? Çünki yenə imtahana hazırlaşmağı son günə buraxmışam. Ən çox aldığım sual budur ki, necə qısa bir müddət ərzində imtahan suallarını öyrənib, qısa yazdığın halda qeydləri gedib orada uzun-uzadı yaza bilirsən. Bu məni çox şübhəyə düşürür ki, siz bir sualın cavabını bir A4-ə yazıb, sonra o A4-ü əzbərləyərək vərəq doldurmağa çalışırsınız. Ümid edirəm ki, belə şeylər eləmirsiniz. Çünki mən düzünə PDF oxuram, məğzi başa düşürəm, gedirəm nümunələrlə də məğzi izah edirəm. Yəni bu qədər, başqa özəllədiyim bir şey yoxdur. Yəni ona görə düzünə PDF oxuyuram. 2 saatin sonunda da ilk molama çıxıram. Mola verdim çünki yemək yeməliyəm və idman eləməliyəm. Axşamüstü davam eləyəcək. Bax, görək nə var yeməyə. Boş mədəm, boş xaldenliklə baxışıram. Deyirəm, yemək eləməliyəm deyəsən özümə. Hayır. Nəsə, onda makaron süzək. Olan kimi də o qaynayana qədər də idman eləyərik. Saat 7 kimi dərs oxumağa başladım. Demək istərdim, amma başlayamadım. Yenidən başlayıram dərsə. Gördüyünüz kimi çox xoşbəxtəm. Normalda da sevmərəm. Çox pis canım çəkdi amma. Halım yox idi deyə ərtəliyə saat 12-yə qədər apardım işi. 2 saat 31 dəqiqə hazırlaşdım. Totalda 4:31 elədi. Ağlamaq istəmirəm indi. Yoxsa yenə yuxarı qiymət alacağam. Axırı pis çıxacaq söhbətin. Amma bax ciddiyəm. Mən çox enayi bir insanam. Məsələn də bileti çəkdin də qaqa, hə? Bax bileti gördün, bileti oxuyursan. Bax əgər görürsən ki, o biletə qarşı heç bir fikriyatın yoxdur, o bileti çəkmə. Amma yəni 45 falan gözləyirəm. Çox gözləmirəm bu səfər. Nəsə görək. Axırımızdan çox ağladım. İnşallah 50 alaram. Hələlik.